Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə kimya 8-ci sinif dərslikdən ümumiləşdirici tapşırıqlarda olan test tapşırıqlarının izahına diqqət yetirəcəyik. İlk tapşırıqda bizə şərtdə bildirilir ki, dəftərinizə hər 3 elementin atomuna uyğun tam və qısa elektron formullarını yazın. Və biz şəkillərə diqqət yetirsək, burada görürük ki, bizə fosfor, flor və maqnezium atomları verilmişdir. Və ilk öncə biz fosfora diqqət yetirək. Fosforda görürük ki, birinci energetik səviyyədə 2 elektron var. Və biz də bilirik ki, birinci energetik səviyyəmizdə yalnız bir yarım səviyyə var. 1s. S yarım səviyyəsində də yalnız 2 elektron. Daha sonra gəlir ikinci energetik səviyyə. İkinci energetik səviyyədə gördüyümüz kimi 8 elektron var şəkildə. Və ikinci energetik səviyyədə də 2 yarım səviyyə var. 2s və 2p. S-də maksimum 2 elektron, ümumi 8-dirsə ikinci energetik səviyyədə, deməli P üçün qalır 6 elektron. Və burada üçüncü energetik səviyyə də yarandığına görə yazıram 3s. S-də maksimum olur 2 elektron və üçüncü energetik səviyyəyə diqqət etirsək, 1, 2, 3, 4, 5 görürük ki, elektron var üçüncü energetik səviyyəmizdə. Əgər 5 elektron varsa, onun ikisi 3s-dədirsə, P üçün qalır 3p3. Və bizə şərtdə bildirilir ki, dəftərinizə hər 3 atomun tam və qısa. Bu tam elektron formuludur. Qısa elektron formulu dedikdə isə yalnız sonuncu energetik səviyyədə olan elektronlar yazılır. 3s2 və 3p3. Birinci, deməli, flor atomu, maqnezium atomu, fosfor atomu bu şəkildədir. Keçirik flor atomuna. Florda deməli, baxırıq, birinci energetik səviyyə və ikinci energetik səviyyə var. Birinci energetik səviyyədə yalnız S yarım səviyyəsi olduğuna görə S-də də yalnız 2 elektron olur. Daha sonra gəlir ikinci energetik səviyyə. İkinci energetik səviyyədə S və P yarım səviyyələri vardır. Görürük ki, S yarım səviyyəsində maksimum 2 elektron olur və ikinci energetik səviyyəyə diqqət etirsəz, görürsünüz ki, 1, 2, 3, 4, 5, 6, 7 elektron var və onun ikisi S yarım səviyyəsindədirsə, 7-dən 2-ni çıxıram, 5. 5-i P yarım səviyyəsindədir. Və bu tam elektron formuludur. Qısa elektron formulu deyirsə, yalnız ikinci energetik səviyyə, sonuncu energetik səviyyənin qısa elektron formulu yazılır. 2s2 və 2p5. Bu şəkildədir qısa elektron formulu. Daha sonra keçirik üçüncü maqneziumun elektron formuluna. Birinci energetik səviyyədə yalnız S yarım səviyyəsi var. 1s2. Daha sonra gəlir ikinci energetik səviyyədə həm S olur, həm P olur. S-də 2 elektron, P-də də ki 6 elektron. İkinci energetik səviyyə tamamilə dolub ki, üçüncü energetik səviyyə yaranıb. 3-də də S, baxın üçüncü energetik səviyyədə cəmi 2 elektron var. Göy rənglə ifadə olunub, digərləri yoxdur. Deməli 3-də də S, P və D yarım səviyyələri olur. 2 elektron olduğuna görə 3s2. Daha 3P-yə ehtiyac qalmır. Və qısa elektron formulu desə, sonuncu energetik səviyyədə olan elektronlar yazılır. 3s2. Bu şəkildə yazıram. B variantında deyir ki, maqneziumun S orbitalında olan elektron sayı. Maqneziumu indi elektron formulu tərtib etdik. 1s2, 2s2, 2p6 və 3s2. S elektronlarında, S orbitalında olan elektronlar, S orbitalı, baxın 1s, S-də 2 elektron, 2s, 2 elektron, 3s, 2 elektron. Cəmi neçə olur? 2 üzərinə gəlsin 2, 4, üzərinə gəlsin 2, cəmi S orbitalında olur 6 elektron. Daha sonra C variantına baxaq. Flor atomunda tək elektronların sayı. Flor üçün biz elektron konfigurasiyasını tərtib etdik bayaq. 1s2, 2s2 və 2p5 şəklində. Gəlin bunları elektron konfigurasiyalarını orbitallara uyğun şəkildə dolduraq. 1s2-də S-də 1 orbital 2 elektron, S-də 1 orbital 2 elektron, P-də 3 orbital olur. 1, 2, 3, 5 elektron. 1, 2, 3, 4, 5. Deməli, neçə tək elektron qalır? 1 tək elektron qalır. Baxın, cütləşməyib. Deməli, C variantında düzgün cavab nədir? 1 tək elektron. D-də P atomunun xarici təbəqəsində olan elektronların sayını müəyyən edin. Fosforun elektron konfigurasiyasını gəlin yazaq. Birinci energetik səviyyədə 2 elektron, ikinci energetik səviyyədə görürük ki 8 elektron. İkisi S-dədir, ikisi də P-dədir. Daha doğrusu 6-sı P-dədir. 3S
2, 3p5, 3p3. Deyir ki, təbəqəsində olan, xarici təbəqəsində olan elektron sayı. Xarici təbəqə burada hansıdır? Xarici elektron təbəqə 3-cü elektron təbəqəsi. Cəmi 2 üzərinə gəlsin 3, 5 elektron var. Onun ikisi S yarım səviyyəsində, 3-ü P yarım səviyyəsindədir. Y-də deyir, maqnezium elementi 2 elektron verdikdən sonra əmələ gətirdiyi ionun yükünü dəftərinizin modelinə çəkin. Deməli, maqnezium atom halındadır. Əgər 2 elektron verirsə müsbət yüklənir. 12 bildiyimiz kimi protonu var. 2 elektron verirsə 2 müsbət. Bu zamanda ionun yükü bərabərdir. Proton çıxılsın elektron düsturundan istifadə eləsək, ionun yükü müsbət 2 bərabərdir. 12 çıxılsın elektron. Buradan da elektron bərabər olur 10-a. Yəni 10 elektronu var. Bizə deyir ki, 2 elektron verdikdən sonra əmələ gələn ionun elektron konfiqurasiyasını atom modelini çəkin. Modeli də ki, deməli, baxın 1s2, 2s2, 2p6, 3s2 idi. Bu 2 elektronunu verdi. Yəni bu 2 elektron demək olar ki, silindi. 2 elektron silindisə, ionun modelini çəkərkən 1s2, 2s2, 2p6. Baxın nüvənin ətrafında yerləşir nə? Maqnezium deməli atomunun nüvəsi. Nüvənin ətrafında deməli var 2 dənə energetik səviyyə artıq. Oldu 2 dənə. Birinci energetik səviyyədə 2 elektron var. İkinci energetik səviyyədə cəmi neçə elektron var? 8 elektron. 1, 2, 3, 4, 5, 6, 7, 8 elektron var. Çünki 2 elektronunu neynədi? 2 elektronunu verdi. Elektron verəndə müsbət yüklənir. Müsbət yükləndiyinə görə də ionun yükü bərabərdir. Proton çıxılsın elektron düsturunda biz onun elektronunu tapıb yerinə qoyduq. F-də deyir, P atomu 3 elektron aldıqdan sonra əmələ gətirdiyi ionun elektron formulunu müəyyən edin. P fosfor, sıra nömrəsi bayaq gördük 15 idi. Proton sayı 3 elektron alanda mənfi yüklənir. 3 mənfi. İonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturundan istifadə eləsək, ionun yükü mənfi 3, proton 15, çıxılsın elektron. Buradan da elektron bərabər olur 18-ə. Yəni 18 elektronu var. 18 üçün elektron konfiqurasiyasını tərtib etsək, 1s2, 2s2, 2p6, 3s2, 3p6. Yəni 2 elektron aldıqdan sonra oldu nə? Bu elektron konfiqurasiyadır. Bu da deməli ionun atom modelidir. Yəni 18 üçün elektron konfiqurasiyasını tərtib etdim. İkinci suala baxaq. İkinci sualda bizə qısa elektron formulları verilib və deyir ki, elementlərin atom radiusunu, metallıq xassəsini müqayisə edin. Hansı metal, hansı qeyri-metaldır? Deməli, əziz şagirdlər, ilk öncə biz elektron konfiqurasiyalarını yazdıq. 2s1, 2s2, 2p4, bir də 4s2. Və mən sizə müəyyən öyrətmişdim ki, qrupu dövrü necə təyin etmək olar. Birinci element, deməli, birinci elementimiz 2s1, yəni ikinci dövr, birinci qrup. İkinci elementimiz ikinci dövr, 6-cı qrup üstlər toplanır. Üçüncü elektron konfiqurasiyasına malik olan element də 4-cü dövr, birinci əsas yarım qrup elementidir. Və dövri sistem cədvəlində biz dedik ki, əsasən metallar birinci, ikinci, üçüncü qrupların əsas yarım qruplarında yerləşirlər. Bir də əlavə yarım qrup elementləri metallardır. Burada əlavə yarım qrup elementi yoxdur. Əlavə yarım qrup olması üçün elementdə D konfiqurasiyası olmalıdır. Deməli, daha doğrusu 7D yarım səviyyəsi olmalıdır. Hər üçü əsas olduğuna görə birinci, ikinci, üçüncü qruplarda yerləşən elementlər metallardır. Boru çıxmaq şərti ilə. Deməli, 1A və 1A-da yerləşən, ikisi də 1A-da yerləşir. Hər ikisi metaldır. 2s2, 2p4 isə 6-cı qrupda yerləşdiyinə görə bu qeyri-metaldır. A variantına baxaq, deyir atom radiusuna görə müqayisə edin. Birinci qrup elementlərini, baxın təqribən birinci qrupu burada yazıram. Birinci qrup elementi birinci 2s1, yəni ikinci energetik səviyyəni təsəvvür eləyək ki, bu ikinci dövrdür. Bu üçüncü dövr, bu dördüncü dövr. Düzdür? İkinci dövr birinci qrup 2s1. Baxın element burada yerləşir. Dördüncü dövr birinci qrup isə 4s1. İndi atom radiusu biz nə dedik? Dedik qrup üzrə yuxarıdan aşağı getdikcə atom radiusu artır. Artırsa 4s1-də olan atom radiusu böyük olar 2s1-dən. Hər ikisi metaldır amma. Daha sonra isə 6-cı qrup təsəvvür eləyək ki, burada da 6A. 6-cı qrup ikinci dövr 2s2, 2p4-də. Təsəvvür eləyin 2s2, 2p4 element yerləşir burada. Və dövr üzrə soldan sağa getdikcə də biz dedik atom radiusu azalır. Ən kiçiyi deməli bax budur. 2s2, bu da böyükdür 2s2, 2p4-dən.
Bunu bildik. Atom radiusuna göre müqayisə etdikdə 4s1 ən böyüdür. Daha sonra 2s1, daha sonra 2s2, 2p4. B variantı hansı element metal, hansı element qeyri-metaldır? Dediyimiz kimi birinci, ikinci, üçüncü qrupun əsas yarım qrup elementləri metallar. Biz bilirik ki 2s1, 4s1 elektron konfiqurasiyasına malik olan elementlər birinci qrup olduğuna görə metaldır. 2s2, 2p4 elektron konfiqurasiyasına malik olan element 6-cı qrup elementi olduğuna görə qeyri-metaldır. C variantı elementlərin metallıq xassəsini müqayisə edin. Biz dedik ki, atom radiusu yüksək olan yerdə metallıq da yüksək olur. Elə atom radiusunun müqayisəsi kimi metallıq da eyni olacaqdır. Çünki düz mütənasibdirlər. 4s1-in metallığı böyük olar 2s1-dən, 2s1-də də böyük olar 2s2, 2p4-dən. Çünki dövr üzrə soldan sağa getdikcə həm qeyri-metallıq artır, artdığına görə də metallıq azalır. Üçüncü suala baxaq. Bizə deyir ki, p yarım səviyyəsində olan 3 elektronun yerləşməsi hansı halda doğrudur? Yəni mp3 məsələn. P'də biz bilirik ki, p 6 elektron olur maksimum, 3 orbital, 1, 2, 3 orbital. Elektronlar da tək-tək orbitallara doldurulur. 1, 2, 3. Bu elektronların istiqaməti eyni istiqamət olmalıdır. Amma tək-tək də olmalıdırlar. Deməli, ya üzü yuxarı, ya da ki, üzü aşağı. Deməli, 1, 4, üzü aşağı məsələn. 3'ü də üzü aşağı. 1 də ola bilər, 4 də ola bilər. 2 ola bilməz. Baxın, 2-də boş orbital var, amma 3-cü elektron görürsünüz ki, birincinin yanına cütləşdirib, amma bir orbital boş qalıb. Bu doğru deyil. Üçüncüdəki elektronlar 3 elektrondur, düzdür. Amma istiqamətləri fərqlidir. İstiqamət eyni olmalıdır. Ona görə də düzgün cavab 1 və 4. Dördüncü suala baxaq. Kükürt və maqnezium verilib. Kükürt üçün elektron konfiqurasiyası yazsam 1s2, 2s2, 2p6, 3s2, 3p4. İndi gəlin bunu orbitallara dolduraq. S-də maksimum 1 orbital olur, 2 elektron var, 3s2. S-də 2 elektron olur, ikisi də cütləşib. P-də 6 elektron, 1, 2, 3, 4, 5, 6 elektron. 3s-də S yarım səviyyəsində 1 orbital var, 2 elektron. P-də də ki 3 orbital var, 1, 2, 3, 1, 2, 3 və 4. 4 elektron olduğuna görə 4 dənə yazdım. Maqnezium isə 1, maqnezium elektron konfiqurasiyasını yazar. 1s2, 2s2, 2p6, 3s2. 1s-də S-də 1 orbital, S-də yenə 1 orbital, 2 elektron, P-də 3 orbital, deməli 6 elektron cütləşib. 3s-də də ki, S-də 1 orbital, 2 elektron. Maqneziumda bütün elektronlar cütləşib. A variantı deyir 3 S elementidir. S elementi maqneziumdur. Baxın, sonu S ilə bitir. P elementidir. Deməli 3-ə uyğun gedir A. P elementidir. Kükürt 3P ilə bitir. C sonuncu energetik təbəqəsində 2 elektron yerləşir. Sonuncu energetik təbəqə hər üçündə 3-cü energetik təbəqədir. 3-cü energetik təbəqədə kükürtdə 6 elektron yerləşir. İkisi S-də, 4-ü P-də, cəmi 6. Maqneziumda isə 2 elektron yerləşir. Deməli C variantı uyğun gedir 3-ə maqneziuma. D əsas yarım qrup elementidir. Hər ikisi əsas yarım qrup elementidir. Çünki D yarım səviyyələri yoxdur. Y-də atomunda 2 tək elektronu var. 2 tək elektronu olanda kükürtdür. Baxın, 3-də 4-dür. İkisi tək qalıb cütləşməyib. Ona görə də Y də uyğun gedir kükürdə. 5-ci sualın izahına diqqət edirək. Bizə deyir ki, atom və ionların elektron formulunu tərtib edin. X-ə diqqət edirək. X-in proton sayı 16-dır. Yükü 2 mənfidir. Elektron sayını birinci tapaq. İyonun yükü bərabərdir. Proton çıxısının elektron dısturundan istifadə edirik. İyonun yükü -2, proton sayı 16, çıxısının elektron. Buradan da elektron bərabər olur 18-ə. Yəni 18 elektronu var. Və 18 elektronu varsa, 18 üçün elektron formulu tərtib edək. 1s2, 2s2, 2p6, 3s2 və 3p6. Növbəti Y atomu. Y-də proton sayı 10-dur, yük 0-dır. Yük 0-dırsa, deməli proton elektrona bərabərdir neytral halda. 10 proton varsa 10 elektron var. Və elektron konfiqurasiyasını tərtib etsək, 1s2, 2s2, 2p4, 6, ümumi 10. Daha sonra keçək Z-ə baxaq. Z-də proton sayı 11-dir. İyonun yükü 1 müsbət. İyonun yükü bərabərdir proton çıxısının elektron dusturuna əsasən. İyonun yükü müsbət 1-dir. Proton sayı 11, çıxısının elektron.
Buradan da elektron bərabər olur 10-a. Yəni 10 elektron var. 10 elektron varsa elektron konfigurasiyasını tərtib etsək 1s2, 2s2 və 2p6. Ümumi 10 elektron vardır. Daha sonra T'də deməli proton sayı 13-dür. İyonun yükü 3 müsbətdir və burada iyonun yükü bərabərdir proton çıxısının elektron düsturuna əsasən müsbət 3 bərabərdir 13 çıxılsın elektron. Elektron bərabər olur 10-a. Yəni 10 elektron var və 13-ün elektron konfigurasiyası tərtib etsəm 1s2, 2s2, 2p6 şəklində olacaqdır. Bu sualla atomda hansı yarım səviyyə mövcud deyil? İlk öncə yazım ki, birinci energetik səviyyədə yalnız S yarım səviyyəsi, 2-də S və P, 3-də həm S, həm P, həm D olur. 1-ə baxaq, 1-də P. Xeyr, 1-də yalnız S olur. 1P ola bilməz. 1 səhvdir. Deməli, cavab elə 1 olacaq, mövcud deyil. 2-də 2S, 2S bəli var. Baxın, 2S yarım səviyyəsi var. 3, 2D, 2-də D yoxdur. Xeyr, 3 mövcud deyil. 1, 3. 4-də 3P, bəli, 3, baxın, P var. 4-cüsü də 3D, 3D də var. Deməli, ona görə də mövcud deyilsə 1 və 3. Növbəti 7-ci sual. Bizə bildirir ki, doğru işarəsi yazılmışdır. Hansı cədvəlin sətrində işarəsi doğru yazılmışdır? Müasir dövrü cədvəldə elementlər atomlarının kütlələrinin artmasına görə düzülmüşdür. Bəli, bu doğrudur. Müasir dövrü cədvəldə elementlər atom kütlələrinin artması sırası ilə düzülmüşdür. B deyir ki, atomun ikinci energetik səviyyəsində maksimum 8 elektron yerləşə bilər. İkinci energetik səviyyədə bəli doğrudur. Niyə? Çünki ikinci energetik səviyyədə S və P yarım səviyyələri var. S-də 2 elektron, P-də 6 elektron, cəmi 8 elektron olur. 2 doğrudur. V doğrudur daha doğrusu. Yəni doğrudur ifadə olaraq doğrudur. Amma burada yanlışda V qoyulub, əslində doğruda qoyulmalı idi. C-də deyir, eyni əsas qrupda yerləşən elementlərin xassələri oxşardır. Bəli, bu doğrudur. Sadəcə burada yanlışda V işarəsi qoyulub, doğruda qoyulmalı idi. D-də deyir ki, B qruplarının sayı A qruplarının sayından çoxdur. B qrup, yəni əlavə yarım qrup elementlərdir. Xeyr, bu səhvdir. Əsas yarım qrup elementlərinin sayı əlavə yarım qrup elementlərinin sayından daha çoxdur. Bu doğru anlayışdır. Bu səhvdir. Yanlışda olmalı idi. Y-də deyir, natrium 11 atomunun 3-cü energetik səviyyəsində 3 elektron var. Natriumun sıra nömrəsi 11-dir. 1s2, 2s2, 2p6, 3s1. 3-cü energetik səviyyəsində baxın 1 elektron var. 3 elektron yox. Y variantı səhvdir. Yanlışda yazılıb, bəli. Ona görə də bunu doğru götürə bilərik. F variantına baxaq. Deyir, bütün dövrlər qələvi metalla başlayıb təsirsiz qazla bitir. Bəli, bu da doğrudur. Yəni birinci dövrü çıxmaq şərti ilə digər bütün dövrlər. Çünki birinci qrup hidrogenlə başlayır. Təsirsiz qazla bitir. Yəni digər qruplar isə, dövrlər isə qələvi metalla başlayıb təsirsiz qazla bitir.